Gold Əkbər, bu video sənin üçün gəlir. Mən biləm, hər gün səhər-səhər sən duranda birinci növbədə yazsan ki, hanı bəs UPS-in videosu. Həqiqətində vaxt yox idi. Bu arada Gold Əkbəri mən tanımıram, amma ki, çox təşəkkür edirəm ona. O bizim ən aktiv izləyicilərimizdən biridir. Hər zamanında bir milyonlarla bizə like eləyir. Bu səbəbdən də ki, həm ona, həm də ki, bizim 32 min takipçi ordumuza təşəkkür edirəm. UPS nə üçün lazımdır? UPS-lə tanış olanlar da var, olmayanlar da var. Bilirsiniz ki, notebookda öz batareykası var, işıq söndü, zayıfqa olmadı, oldu. O batareyka onu bir harsı müəyyən bir saatda işləməyə köməkliyi göstərir. Masaüstü kompüter isə o lüks yoxdur. İşıqlar birdən keçdisə və yenidən yananda gərginlik artıq gəlməsi səbəbindən ən yaxşı halda qida bloku sıradan çıxa bilər. Daha doğrusu ən yaxşı halda heç nə olmaya bilər, amma ən pis halda qida bloku və masaüstü kompüterin bahalı detalları da tam şəkildə sıradan çıxa bilər. Bunun üçün sizə nə lazımdır? Sırada bir isə göstərəcəm. UPS lazımdır. UPS-in funksiyası nədir? Bu bir növ masaüstü kompüteri. Siz monitoru və sistem bloku taxırsınız UPS-ə. Daha doğrusu birinci növbədə UPS-i. Gördüyünüz gibi bu cihaz UPS-dir. Bunu taxırıq elektrik şəbəkəsinə, birinci bunu. Və bu ilk təzə alanda məsləhətdir ki, bir harsa 7 saat, 8 saat şəbəkədə qalsın, özünə gəlsin, şokdan oyansın, bir Lordinə desək. Və ondan sonra sadəcə olaraq UPS-i yandırırsınız və burada 4 dənə girişi var. Məsləhət deyil bura printeri falan belə ağır şeylər qoşmaq. Monitor, sistem bloku quraşdırdınız bura. Və artıq işıq sönəndə avtomatik olaraq bu dövrəyə girir, onsuz dövrəyədədir. Avtomatik olaraq buradan gücü götürür və nə olur? Masaüstü kompüter sönmür. Həm sizə, belə də UPS-in gücündən asılı olaraq, həm sizə imkan verir ki, təhlükəsiz formada kompüterinizi söndürəsiniz. Həm də ki, işıq sönüb, reski belə deyək, 2 dəqiqədən sonra yansa, ya 5 dəqiqədən sonra yansa, yüksək gərginlik gəlsə, masaüstü kompüterin detalları sıradan çıxmamış vəziyyətdə olur. Ən pis hala deyək ki, o yüksək gərginlik UPS-in özünü sıradan çıxarda bilər, amma bir çox UPS-lərdə özünün də qoruyucusu var. Bunu da düşündüm. Düşünürəm ki, Gold Əkbər sənə və eyni vaxtda UPS barəsində məlumat olmayan şəxslərə bu barədə məlumat verə bildim. Amma tək bu deyil, bu indi hal-hazırda 1000 volt amper 650 watt gücündədir. Amma ki, digər modellər də var, hansı ki 1000 wattlıq var, 1200 var, 1500 var, 2000 var. Yəni sizin sistem blokun, qida blokunun gücündən asılı olaraq satıcılar sizə məsləhət görə bilər digər UPS-lərdə. Yəni elə bir UPS var ki 5-10 dəqiqə saxlayacaq, elə UPS var ki 20 dəqiqə, yarım saat, hətta yarım saatdan çox işıq olmayanda masaüstü kompüterinizi işlək vəziyyətdə saxlamaq üçün istifadə olunur bu gözəl cihazlar. Bu kadar. Yani.